Bu videoda hər birimizin qarşılaşa biləcəyi bir problemin həlli barədə danışmaq istəyirəm. Gün ərzində adamın başı ilə qarışır ki, bəzən evdə ya işdə olarkən telefonu harda qoyduğunu unudur, yaxud haradasa tamam başqa bir yerdə unudur və ya itirir, ya da telefon oğurlanır. Belə olan halda nə etmək olar? Yaxın bir adamın telefonu və ya kompüter vasitəsilə internet səhifəsində bu səhifəyə daxil olmaq lazımdır. Açılan ilk səhifəni açırıq. Cihazım tapılsın. Daxil oluruq. Burada mənim cihazlarımın siyahısı göstərilir. Hal-hazırda Redmi 9 vururam. Yəni mənim telefonum hal-hazırda yerləşdiyi məkan göstərilir. Burada telefon hansı internetə qoşulub, hansı Wi-Fi-yə qoşulub, o göstərilir. Telefonun nə qədər enerjisi qalıb, o göstərir. Səsi oxudun. Yəni əgər mən evdə itirmişəmsə telefonu bu halda vururuq. Telefon belə zəng çalacaq. Yəni biz telefonun harda olduğunu artıq biləcəyik. Cihazı qoruyun hissəsinə giririk. Baxın burada Redmi 9 pin model və ya parol ilə kilidlənəcək. Cihazı qoruyaq hissəsinə giririk. Bu halda biz telefonumuzu əgər itirmişiksə və yaxud avtobusda yaddan çıxıb, harasa tamam marketdə yaddan çıxıb, bu halda telefonu tapan adama bir mesaj göndəririk. Telefonumu tapdığınız üçün təşəkkür edirəm. Hardan götürə bilərəm? Telefon nömrəsini daxil edirik. Cihazı qoruyun hissəsinə giririk və telefona mesaj gedir. Telefonumuza belə bir mesaj gəldi. Mesajdan sonra biz telefon tapan adamın və yaxud o oğrunun ilə əlaqə saxlayırıq. Telefonumuzu çalışırıq ki, ondan götürək. Məsafədən kilidlənmə rejimini aktiv edə bilərik. Bu halda telefon nömrəmizi qeyd edirik bura. Cihazın məsafədən kilidlənmə ayarı aktiv olmalıdır. Cihazın onlayn vəziyyətdə olmalıdır. Əgər onlayn deyilsə, offlayndirsə, onlayn vəziyyətdə ki, oğurlayan adam kimdirsə, tamam, bunu internetə qoşduqda artıq bizim avtomatik kilidlənəcək. Cihaz ekranı uzaqdan kilidləndikdən sonra ekran kilidi ilə kiliddən çıxarıla bilər. Yəni ekran öz kilidi ilə ekrandan çıxarıla bilər və cihazı kilidləyin. Beləliklə biz telefonumuz oğurlanıbsa və yaxud telefonumuzu özümüz itirmişiksə, əgər onu tapan şəxslə və ya oğurlayan şəxslə əlaqə yaradıb telefonu əldə edə bilərik və yaxud da ki, biz onun harda olduğunu artıq müəyyənləşdirə bilərik.